Rusiya imperiyasında inqilab ərəfəsində 1905-1907-ci illər kəndli hərəkatının ümumi fonunda qaçaqların Azərbaycanda çıxışı xüsusi vurğulanırdı. Bu hərəkat kəndlilərin çarizmən torpaq sahiblərinə qarşı mübarizəsinin əhəmiyyətli bir hissəsini təşkil edirdi. İnqilab ərəfəsində qaçaqların çıxışları Bakı quberniyasında təqribən 20-22%, Yelisavetpol quberniyasında isə kəndlilərin bütün azadlıq çıxışlarının 35-38%-i təşkil edirdi. Milli azadlıq hərəkatının böyüməsi şəraitində qaçaq dəstələri də öz mübarizələrini gücləndirdilər. Rəsmi məlumatlara görə, əgər 19-cu əsrin son 5 ilində Azərbaycanda ildə orta hesabla 610 qaçaq çıxışı baş verirdisə, 20-ci əsrin ilk 5 ilində orta hesabla ildə 960 belə çıxış olub. İnqilab ərəfəsində qaçaq hərəkatının güclənməsi həm rəsmi sənədlərdə, həm də o dövrün mətbuatında qeyd olunur. 31 dekabr 1904-cü il tarixli Yeni İcmal qəzetində çap olunan Qafqazda soyğunçuluq haqqında məqaləsində Qafqazda soyğunçuluq nəinki dayanmır, həm də gündən-günə daha cəsarətli olur bildirildi. Azadlıq mübarizəsinin bu formaları bütün Qafqazın kəndliləri tərəfindən geniş istifadə edilmişdir. 1900-1904-cü illərdə Azərbaycanda 68 qaçaq dəstəsi fəaliyyət göstərirdi ki, onların sıralarında 800-ə yaxın kəndli birləşirdi. Bu dəstələrin əksəriyyəti az idi. Onlardan yalnız 12-sinin sıralarında 15-20 nəfər var idi. Digərləri isə sıralarda 5-10 kəndli var idi. Tədqiqatçıların hesablamalarına görə bu dəstələr 5 il ərzində polis ilə 300 dəfədən çox döyüşə girmişdir. Qafqazın baş rəisinin təkrar sərəncamları ilə polis qüvvələrinin xeyli hissəsi və Azərbaycan ərazisində olan bütün hərbi dəstələr qaçaqlara qarşı atıldı. Ağır təqiblərdən sonra bir çox qaçaq dəstələri dağıldı. 68 kəndli dəstəsindən 58 il ləğv edildi. 1904-cü ilin sonunda yalnız 10 dəstə fəaliyyət göstərdi. Döyüşlərdə kəndli dəstələrinin 46 lideri öldü, onlardan 12-si tutuldu və uzun müddətli ağır əməyə sürgün edildi. Bakı quberniyasında kəndli hərəkatının ümumi fonunda inqilab ərəfəsində qaçaqların çıxışı xüsusi vurğulanırdı. Tədqiqatçıların hesablamalarına görə 1900-1904-cü illərdə quberniyada 21 kəndli öz sıralarına qoşulan 151 açaq dəstəsi fəaliyyət göstərirdi. Hakimiyyətin bütün repressiv tədbirlərinə baxmayaraq, Bakı quberniyasında qaçaq dəstələri mübarizəni davam etdirirdi. Quba, Göyçay və Lənkəran qəzalarında qaçaqlar hərəkatı quberniyada ən geniş vüsət alıb. Quba qəzasında 8 dəstə, Göyçay qəzasında 6, Lənkəranda 4 dəstə, qalan 3 dəstə isə Bakı, Şamaxı, Cavad qəzalarında fəaliyyət göstərirdi. Onların arasında ən məşhurları Quba qəzasında Xasi Gülalioğlu və Şıxi, Göyçay qəzasında Abdulbağı və Damir, Lənkəran qəzasında Şarbat Nazaroğlu və Şamaxı qəzasında Hümbətin rəhbərlik etdiyi dəstələr olub. 1901-ci ilin oktyabrında Yeni İcmal qəzeti yazırdı ki, artıq 3 aydır ki, 14 nəfərdən ibarət quldur dəstəsi qaçaq Hümbət Şamaxı qəzasının əhalisini təqib edir. Bütün polis ayağa qalxdı. Hümbətin dəstəsi cəmi 8 ay davam etdi. Ancaq bu qısa müddətdə torpaq sahiblərinə və çar hakimiyyətinə qarşı şiddətli bir mübarizə apardı. Avqustun ikinci yarısı və sentyabrın 5 günü polislə Hümbət dəstəsi arasında 10-a yaxın atışma baş verib. Bakı qubernatorunun əmri ilə dəstəni təqib etmək üçün 1901-ci ilin payızında Şamaxı və Cavad rayon rəislərinin başçılıq etdiyi xüsusi polis komandası yaradıldı. Oktyabrın 5-də Şamaxı qəzasının Uzunbend ərazisi yaxınlığında 60 polisdən ibarət dəstə qaçaqları mühasirəyə aldı, lakin atışmadan qaçaqlar qalib gələrək birini öldürdü və 2 polisi yaraladı. Lakin hakimiyyət böyük say üstünlüyündən istifadə edərək oktyabrın 7-də baş tutan növbəti döyüşdə Hümbatı öldürməyi və 4 yoldaşını həbs etməyi bacardı. Qaçaqların çıxışı Lənkəran qəzasında ən kəskin xarakter alıb. Qaçaq Dəmirin dəstəsi də tez-tez kənd rəhbərliyinə hücum edir, kənd başçıları komandası ilə atışırdı. Belə ki, 1903-cü ilin yayında Dəmir dəstəsi Yeni İcmal qəzetinin yazdığı kimi elə həmin ilin yazında mülkədarlarla birlikdə qaçaqların təqibində iştirak edən Çalın kənd icmasının sədri Səməd Abdullaoğlunun mülkünə hücum etdi. Qaçaqlılar onun evini dağıdıb, Ağsaqqalın özünü öldürüb, bir neçə qohumunu isə ağır yaralayıb. Ağsaqqalın fermasında işləyən həmkəndliləri Dəmirin dəstəsinə köməklik edirdilər. Bakı quberniyasında fəaliyyət göstərən kəndli dəstələri arasında ən məşhuru və uzun ömürlü olanı Xasi Gülalioğlunun dəstəsi idi.
3 dəfə Sibir sürgünündən qaçan kənd sakini. Rustov Xasi Quba qəzasında yaxşı silahlanmış dəstə təşkil edərək 13 il çar hakimiyyətinə və yerli məmurlara qarşı vuruşdu. Təkcə son 2 ildə Xasinin bölməsi ilə polis arasında 30 dəfə atışma olmuşdu. 1901-ci il martın 4-də Şıxlar kəndində baş vermiş döyüş Xasi uğrunda son döyüş olmuşdur. Şıxlar bəylərindən əhəmiyyətli dəstək alan Quba qəzasının rəisi gecə vaxtı 40 nəfərlik mühafizəsi ilə qəfildən kəndi mühasirəyə alıb, 4 saat davam edən atışmadan sonra Xasinin ən yaxın silahdaşlarından biri qaçaq Cəfər Əmrahoğlu öldürülüb, qol və ayaqlarından yaralanan Xasinin özü isə əsir götürülüb. 1901-ci il sentyabrın 12-də qaçaq Xası Tiflis rayon məhkəməsi tərəfindən asılaraq edam cəzasına məhkum edilmiş və hökm həmin ay icra edilmişdir. İnqilab ərəfəsində Quba qəzasında fəaliyyət göstərənlərin hamısından ən əlamətdarı Şıxı dəstəsi idi. Bu dəstə çox cəsarətli və cəsarətli çıxışları ilə seçilirdi. Beləliklə 1902-ci ilin yazında Şıxının dəstəsi Dərbənddən Qubaya gedən yolda varlı tacirlərdən ibarət karvanı saxladı, onların bütün əmlakını əlindən aldı və ətraf kəndlərin kəndlilərinə payladı. Həmin gün Zurnoy meşəsindəki Şıxanın dəstəsi Quba rayonunun rəisi Deminskinin polisinə şiddətli müqavimət göstərdi. Və 1903-cü il iyunun 20-də Şıxının dəstəsi günorta çağı Külları kəndindən nüfuzlu tacir və polis agenti Molla Mahmudun mülkünə hücum edərək onu öldürdü və bütün əmlakını yandırdı. 1904-cü il mayın 10-da Şıxının dəstəsi Xudat balıqçılığına hücum etdi. Myskirinski polis zabiti Qasanbekov Kazak və mühafizəçilərdən ibarət xüsusi yaradılmış dəstə ilə balıqçının köməyinə gəldi. 7 qaçağa nizami hərbi qüvvə müqavimət göstərirdi. Bu döyüşdə dəstə yalnız bir kəndli itirdi. İyunun 5-də Şıxının dəstəsi Nəcəfkənd kəndinin kəndliləri ilə birlikdə məşhur varlı və nüfuzlu şəxs Mirzə Xanın evində bomba partlayışı təşkil etdi. 2 mərtəbəli ev tamamilə dağıdıldı, xanın arvadı və 2 oğlu öldü. Qaçaqların çıxışları çar hakimiyyətlərini və mülkədarlarını hiddətləndirir, onlara qarşı amansız repressiyalara əl atırdılar. Hələ 1898-ci ildə çar rejimi qaçaq hərəkatını yatırmaq üçün xüsusi polis dəstəsi yaratmışdı. Bununla belə nəticələr olduqca təvazökar idi. Qaçaq hərəkatını yatırmaq üçün hakimiyyət 1903-cü ildən başlayaraq zemstvo mühafizəçilərindən, ov dəstələrindən və hərbi hissələrdən geniş istifadə etdi. Çar hakimiyyəti onların əlinə keçən qaçaqlarla ən amansız şəkildə məşğul olurdu. 1903-cü ildən başlayaraq döyüşlərdə yaralanan qaçaqlar əsir götürülmürdü, onlar məhkəməsiz yerindəcə güllələnir, diri-diri əsir düşənlər isə bir qayda olaraq hərbi səhrə məhkəmələrinin qərarı ilə ya idama ya da asmağa, ya da Sibirdə uzun müddətli və ya ömürlük ağır işlərə məhkum edilirdilər. Belə ki, 1903-cü il iyunun 17-də Hərbi Səhrə Məhkəməsi Quba qəzasında fəaliyyət göstərən 8 dəstədən birinin rəisi Məmməd Qaraməmmədoğlunu 80 şallaq, arabaya zəncirləmə, 1 il şərti rütbədə saxlama, 15 il ağır iş, onun yoldaşı Məmməd Qaramədoğlunu isə 17 il həbs cəzasına məhkum etdi. Həmin Hərbi Səhrə Məhkəməsi 1903-cü il iyunun 30-da Quba qəzası Çeçen qaçaqlarının başçısı Hüseyn Adıgözəlovu bütün dövlət hüquqlarından məhrum edilməklə 18 il ağır işlərə, 6 yoldaşını isə hər birini 15 il ağır işlərə sürgünə məhkum etdi. 1904-cü ildə Qafqaz Hərbi Dairə Məhkəməsi Qaraqoyunlu Göyçay rayonu kəndindən olan qaçaq Heydər Abdullaoğlunu edam cəzasına, noyabrın 25-də isə edam cəzasına məhkum etdi. Axtaçı Sultanbekli Əbdülbaqi Heydər Abdullaoğlu noyabrın 25-də isə qaçaq həbs edilib.